atlarımı Bugün rəfiqəmin qızının 1 yaşı olur və biz sizinlə ora hazırlaşırıq. Qaşlarımı doldurdum, gəldim. Divajın 03 nömrəsi ilə. İndi qaşlarımı sabitləyim, gəlirəm. Qaşlarımı sabitlədim. İndi isə keçirik tonalniyə. Lancome'dan 345N nömrəsidir. Tonalnini tətbiq elədim. İndi keçirəm konsilerə Tarte'dan 22N nömrəsi. Makyajım bir anda necə dəyişdi özünüz görə bilirsiniz. Bugün iki ənliyi birlikdə istifadə edəcəm. İkisinin də rənglərini çox sevirəm. Fikirləşirəm ki, çox maraqlı bir kombo olacaq. Təbii ki, göz altlarımı sabitləməsəm olmaz. Çünki mənim üçün olmazsa olmazdı. Göz altlarımı Göz makyajım da tamamlandı. İndi keçirik bronzer hissəyə. Bu günləri Notun bu bronzerini istifadə eləmək istəyirəm. Çünki qaralmışam. Ona görə mənə hal-hazırda ən uyğun gələn bronzer budur. Öləcəm isti. Deməli, indi sizə kombinimi göstərirəm. İlk olaraq xeyir şər şalvarım olan bu ağ şalvarımı giyinəcəm. İndi sizə kombinimin star parçasını göstərirəm. Belə bir crop bluz almışam. Çox qəşəngdir. Bunun başqa bir rəngini də almışam. Amma bugün bunu geyinmək istəyirəm. Və hazıram. Aksesuarlarımı da tamamladım. İndi keçirəm saçımı düzəltməyə. Və qızlar hazıram. Çanta olaraq da bunu götürürəm. Ümumi lookumu sizə göstərmək istəyirəm. Ümid edirəm ki, bəyəndiniz. Mən çünki özümü çox bəyəndim. Çox qəşəng görünürəm. Belə fikirləşirəm. Və siz necə? Mən bəyəndiniz yoxsa yox?